Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olunub. Tədbirdə 5 il ərzində görülən işlərin yekunlarına əsir olunmuş. Tədbirdə birgə fəaliyyətin nəticələri və gələcək perspektivləri müzakirə edilib. Qeyd edək ki, əməkdaşlıq memorandumu çərçivəsində ötən 5 il ərzində paytaxtda ictimai nəzarətin gücləndirilməsi, şəhər mühitinin qorunması, abadlıq və təmizlik sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Birgə fəaliyyət nəticəsində şəhərin müxtəlif ərazilərində monitorinqlər aparılıb, mövcud problemlər müəyyən olunaraq onların aradan qaldırılması üçün aidiyyatı qurumlara koordinasiyalı işlər görülüb. Birgə monitorinqlər əsasən küçə və prospektlərdə, yaşayış massivlərində, eləcə də park və yaşıllıq ərazilərində həyata keçirilib. Monitorinqlər nəticəsində şəhər infrastrukturunun yaxşılaşdırılması, səkilərin, yolların bərpası, park və yaşıllıq sahələrinin qorunması ilə bağlı konkret təkliflər hazırlanıb və icrası təmin olunub. Prospektlərdə, parklarda abadlıq işləri görülür, təmizliklə bağlı tədbirlər həyata keçirilir, yaşıllıq sahələri qaydaya salınır. Hesab edirik ki, bizim əməkdaşlığımız çox faydalıdır və gələcəkdə də uğurla davam etdiriləcəkdir. Paytaxtın demək olar bütün rayonlarında həyata keçirdiyimiz monitorinqlər, ağac əkmə aksiyaları, müxtəlif kütləvi mədəni tədbirlər, kitab təqdimatları, idman turnirləri, paytaxtımızda yeni salınmış parkların təbliği ilə bağlı həyata keçirdiyimiz aksiyalar, müxtəlif yaş qrupundan olan gənclərin, uşaqların iştirak etdiyi kütləvi tədbirləri biz misal göstərə bilərik.